Xoş gördük əziz izləyicilərim. Uzun müddət mən paylaşım edə bilmirəm. Bunda bəzi səbəbləri vardı. İndi məsəl sizlərə o səbəbləri açıqlamıram. Hələ də yəni ki paylaşım etməyə hazır deyiləm. Ancaq bəzi məsələlər var ki, onlar məni çox narahat etdi və məcbur olub paylaşım etmək istədim. Bir dəfə Səidə Bəkir qızı haqqında olmuşdu paylaşım. Ona qarşı olan haqsızlıqdan bəhs eləmişdim sizlərə. İndi isə Mehriban Xanlarova, yəni ki, bizim dəyərli aktrisamız, Respublikanın əməkdar artisti, o hələ də əməkdar artisti, lakin onun yəni indilərdə onun haqqı idi xalq artisti olmağı. Milli Dram Teatrının aktrisası, çox möhtəşəm bir xanımdır. Demək olar ki, bütün rolların öhdəsindən gəlir. Mehriban xanımın bu da Nataman rolunda getməsi lazımdır, Məhsəti rolunda getməsi lazımdır, Xosrov və Şirində, laf deyim, Şirin rolunda getməsi lazımdır. Lakin o xanıma bu rolları vermirlər. Mən uzun müddəti gözləyirəm ki, görün bu xanım bu rollarda nə zaman gedəcək, lakin bu rolları bu xanıma vermirlər. Valla kukul yoxşayan xanımları gətirib atıblar ortaya, heç onlar nə Məhsət yoxşuyor, nə Natavana, nə Şirinə. Yəni ki, gərək, necə deyim sizə ki, tamaşaçınız çəkən bir, necə deyim, bir fikir olsun da, tamaşaçınız çəkən obraz olsun. Bunların heç, bunlara hazır olan aktrisalarımız yoxdur. Var, bəlkə də var, ancaq ola bilər pərdə arxası olsunlar, biz onları görməyək. Ancaq ortalıqda olan kimin adam varsa, həmin, heç də deyə bilmərəm, həmin insanlardır. Kimin adam varsa, kişilər olsun, istər qadınlar olsun, kimin adam varsa, rollar da onlara verilir. Mehriban xanımın bugünkü gündə Milli Dram Teatrından bezişdirilib çıxardılması məni çox üzdü. Mən istəyərdim ki, Mehriban Xanlarova yenidən Milli Dram Teatrına qayıtsın, daha doğrusu qaytarılsın. O xanımın əlindən öpüb geri qaytarmaq lazımdır. Elə bir aktrisamızı biz günün günorta vaxtı projektorla da axtarsaq taparıq. Bizim bəzi məmurlar nədənsə əsl sənətçiyə qiymət verməyi bacarmırlar. Bilmirəm niyə, bunların gözlərini bağlayan nədir? Mən Mehriban Xanlarova haqqında paylaşım etdim, az danışacağım. Mən onu bildirmək istəyirəm ki, Mehriban Xanlarova Milli Dram Teatrına qaytarılmalıdır. Özü də, necədir, Milli Dram Teatrının o məmurları ondan üzr istəyib geri qaytarmalıdır və Mehriban Xanlarovanı sevməyən heç kim yoxdur. Hamı Mehriban Xanlarovanı sevir. Öyle deməyin ki, dəyərli sənətkarımız Zeynəb Xanlarovanın qardaşı qızı olduğu üçün demirik. Bəli, bilik qardaşı qızıdır. Ancaq Zeynəb Xanlarova, əgər onun arxasına dursaydı, onun adam olsaydı, indi Mehriban Xanlarovanın da çox şeyi var idi. Ancaq görürsən, o xanım öz istedadına görə qabağa gəlibdir. Kimlərə görəsə deyil. Ondan çox çalışan yoxdur. Görürük ki, hər şey göz qabağındadır. Bütün obrazlar onun üçün biçilibdir, lakin başqalarına verirlər obrazları. Bu insanlar niyə belə? Niyə vaxtında sənətkara vermir bizim məmurlar? Bu mənim üçün çox maraqlıdır. İndi yenə də deyirəm, az paylaşım edirəm. Hazırda mənim başım qarışıqdır. Məlum məsələ ətrafımı bilirlər, mənim başım nəyə qarışıqdır. İndi xahiş edirəm Mehriban Xanlarovanı Milli Dram Teatrının məmurları geri qaytarsın. 10 milyonluq yox, 20 milyon yox. Dünya Azərbaycanlıların adından deyirəm ki, hamımıza Mehriban xanıma böyük hörmətimiz var və Mehriban xanım tezliklə Milli Dram Teatrı qaytarılmalıdır və Natavan obrazını biz o xanımda görməliyik. Onda görəcəksiniz ki, Mehriban xanım üçün Milli Dram Teatrına nə qədər insanlar gəlir deyirik. Həmin obrazda Mehriban xanımı görmək istəyirik. O qalan məmurlar Mehriban xanımla əgər dolana bilmirlərsə, özləri öz xoşlarına ərizəni yazıb getməlidirlər. Çünki dəyər verən məmur yoxdur. Olsa, Mehriban xanım kimi dəyərli bir sənətçimizi möhtəşəm Milli Dram Teatrının kənara atmazdılar. Milli Dram Teatrında kim var? Kukul yoxşayanlar. Budurmu sizin aktrisalarınız? Onlar bizə lazım deyil. Bizə lazım olan dəyərli sənətkarlarımızdır. Oldu, sağ olun, sağlıqla qalın. Sizinlə həmsöhbət oldu Fəza İsmailova. Yəqin ki, bu paylaşım qurtarmayacaqdır. Mən yenə də bu paylaşımı edəcəm, hər zaman edəcəm. Necə ki, YouTube mənim kanallarımı bağladısa, mən yenidən kanal açıram. İndi də məmurlar nə eləsin? Mehriban xanım ora qayıtmayana qədər elə eləməsinlər ki, xalq biket keçirsin.
bütün Azərbaycan xalqı Mehriban xanımın Milli Dram Teatrına qayıtmalısı. Mehriban xanım Milli Dram Teatrının özəyidir, gözüdür, canıdır.